Ayə 53 Ən'am surəsində. Bu ayədə Allah-u Teala yenə də təbəqatla, təbəqələşmə ilə, fəxr satmə ilə, insan servəti ilə, dövləti ilə, əmlakı ilə tənqid atəşinə tutubdur. Bilirsiniz ki, servət nemətdir. Lakin fəxrə səbəb olmamalıdır. Hər nemətin davamında məsuliyyət var. Riyasət nemətdir, istol nemətdir, vəli fəxrə səbəb olmamalıdır. Və o ki, bu istolu yoxdur, bu servəti yoxdur, onun təhqirinə səbəb olmamalıdır. Ki, çün mənim var, sənin yoxdur, pəs mən haqqım olsun səni lağa qoyum, təhqir eləyim. Bu ayələr o barəsindədir. Bunu ki, cəmiyyətdə Allah-u Teala bir sistem yaradıb, hərənin bir istedadı var, bir. Cəmiyyətlərdə bir sıra inkişaflar var, bu məntəqədə bir formadır, ayrı məntəqədə bir formadır. Şəxsi baxımdan da fərqli ərz elədim istedadlar var. Biri həkim olar, biri mühəndis olar, biri dülgər olar, biri dəmirçi olar, biri mekanik olar. Hərə bir şoğlu olar, hərə bir peşəsi olar, hərə bir işə malik olar. Əlbəttə, bunların qarşı zəhmət haqqı bəhsi İslam iqtisadiyyatında gərək bəhs oluna ki, nə əsasda zəhmət haqqı verilməlidir. İndi bu bəhs biraz mürəkkəb bəhsidir. Görürsən, bəzi peşələrdə zəhmət haqqı az olur, bəzi peşələrdə çox olur. Məsələn, müəllim bir dəyərli bir işdir, amma maaş baxımından o birisinin müqayisədə mümkündür az maaş verilir biləsinə. Bunlar cəmiyyətin problemləridir. İslam mümkündür belənci bir vəziyyətə tərəfdar olmaya ki, fərqlənə bu həddə. Yəni, fasiləli, çoxlu fasiləli fərqlənmə insanların güzəranı və gəlirləri. Hər halda indi o bir bəhsidir ki, iqtisadiyyata aiddir ki, ədalətlə gərək o cür şeylərdə tənzim ola və hesablana. Ondan əlavə, indi biri varlı oldu, biri kasıb oldu, biri imkanlı oldu, biri imkansız oldu. Bunun mənası bu da ki, o ki imkanlıdır, pəs insan baxımından daha insandır. Onun məsuliyyəti çoxdur. Onda Allah-u Teala bir sıra neymətləri verib, onda o birisində o neymət yoxdur. Neymətin olub-olmamağı mənası xeyrin olub-olmamağı deyil. Qur'anın bir incə sözlərindən biri neymət ilə xeyrin fərqidir. Neymət ayrıdır, neyməti düz yerində işlədə bilsin, özünün və cəmiyyətin inkişafında və rüşdündə işlədə bilsin, onlar xeyr. Xeyr sözü, xeyrət dünya və l-axirə. Amma neyməti çevrənməsin bir cür qalan bir zada əlindən çıxar. Neymət verilmişdi, ömrü neymət idi, servət neymət idi, öləndə görürsən hamısı əlindən çıxdı. Amma çevrilsin əl-baqiyatus salihata, qalan salih işlərə, haman ömrü də qalar bilövə, baqiyatus salihat sistemində, haman servət də qala bilər, istol da qala bilər, xeyr sistemində. Çoxlu xeyr işlər görəsən, insanların düyünlərini açmısan, çünki bir yerdə vəzifən var idi, bir yerdə bir qudrətin var idi. Bunlar hamısı sənə qalar, xeyr əməli olaraq. Neymət çevrildi xeyrə. Amma neymət olaraq bu nə fəxridir, əksinə məsuliyyətə səbəbdir. Və nə insanın haqqı var, bundan təhqir eləsin başqalarını. Bəzi insanlar müvəqqəti imkanlarla sərxoşdular. Bilmirlər ki, bu müvəqqəti imkanlar hər an əvəz ola bilər. Hər an əllərindən çıxa bilər. Hər an əksinə ola bilər. Ət-dəhrə yevman, yevmun ləkə, yevmun əleyk.
Ruzigar 2 gündür. Bəzi günlər sənin əleyhivədir, bəzi günlər sənin xeyribədir. Bəzən öləndən sonra hamısı qutuldu da. Quran buyurur, biz varisuq fəqət bu yerə. Heç kim varis deyil. Biz qalacaq bizə. Nəhnul varisun. Və kəzalikə buyurur, biz fətənna. İmtihana keçərmişuq. Bəzəhum bi bəzi. İnsanların bəzsin bəzsi ilə. İmkanlıları varlıları ilə, varlıları imkanlıları ilə. Bunların bəzi insanları bir-birlərlə imtihana keçmişuq. Bu vara görə fəxrə düşməsin, istehzaya düşməsin, o yoxsulluğa görə naümidliğa düşməsin və məyusluğa düşməsin. Liyəqulu, bu imtihan hatta buracan davam tapar. Ki, bəzən görürsən birinin zahiri imkanatı çoxdur, sərxoş halında belə sözlər danışar. Ta deyələr, Əhaulai mənnəllah əleyhim min beynina. Aya bunlara təhqirli formada, bu yoxsullara, bu təbəqə baxımından əşya təbəqəyə Allah nemət verib bizim aramızdan və onları imanlı eləyibdi, onları hidayət eləyibdi. Yəni Allahın hidayəti onlara gəlibdi, bizə yox. Bir o öz servətini piyan üzə çəkməkdir, öz istolunu özündən çıxmaqla üzə çəkməkdir və istehza halı ilə başqalarını lağa qoymaqdır. Allah da cavab verir. Deyir, Allah daha biləndir kimlər şükr eləyəndilər nemətlərə. Əleyhisəllah bi ələm bi şakirin. Aya Allah daha biləndəyi şakirlərin vəziyyətinə, onları ki, şükr eləyərlər və nemətlər ki, həyatlarında var, o nemətlərdən istifadə edərlər. Bu, təhqir və istehza böyük bir ictimai bəladır. Və bu səbəb olar insanların qəlbində məhəbbət əvəzinə kinə yaransın, fasilə yaransın, yaxın olmaq əvəzinə. Eyni halda ki, insan əgər təvazukarlı bir imkanlı ola, təvazukarlı bir qüdrətli ola, ətrafında çoxlu insanlar olar, çoxlu xeyir işlər görə bilər. Onların məhəbbətlərində qazana bilər, Allah yolunda da özü eləyə bilər, daha böyük işlər, addımlar götürsün. Ona görə buyurur ki, Allah şükr eləyənlərə daha çox alimdir. Quran buyurur ki, nəblukum biş-şərri vəl-xeyri fitnətən. Biz sizi həm şərrinlə və xeyrinlə yoxlayarıq. Xeyr, yəni burada nemətlər verməklə bu mənayadır. Şər, yəni nemətləri əl üzdən almaqla. Bunların ikisi ilə də yoxlayarıq sizi. Yəni dünyada iki paltarla insan yoxlanar. Fəqr vaxtı, mərizçilik vaxtı, ya sağlamlıq vaxtı, imkanlılıq vaxtı, bunların hamısı ilə yoxlanırlar. İnsan iki sahəli varlıqda fidanları gərək ağac ola. Peyğəmbərin səhabələri Peyğəmbər dövründə fəqr və yoxsulluq imtihanı verdilər. Hətta yazıblar o süffə əshabı, məscidin kölgəliği əshabı ki, 400 nəfərə yaxın adam yazıblar orada bir zamanlar yaşayardı. İmkanları yox idi, məskənləri yox idi, yaşayış yerləri yox idi. Elə geçinməklə dolandırardılar özlərini. Hətta Peyğəmbər bəzən qonaq gedəndə ev sahibına deyərdi, bunlardan da çağırardı. Ya bəzən tövsiyə elərdi, bunlara kömək olunardı. Bu dövran fəqr dövranı idi, yoxsulluq dövranı idi. Adətən bu imtihandan çıxdılar. Adətən. Amma yenə də bir sıra ayələr var. Bəzilər yenə bu imtihanda vəziyyətləri dəyişiləndən sonra çıxamadılar. Amma Peyğəmbərdən sonraki həyat
bir sıra fəthlər baş verdi, ərazi bölmələri baş verdi, qənimətlər baş verdi. Həm qənaim, servət, həm ərazi bölmələri, stol və qudrət. Bu imtihanda bir sırası qəbul olmadılar. Onlar içi soralar Əmirül-Mömininin müqabilində dayandılar və Əmirül-Mömininin ədalətini dözə bilmədilər. Hamanlar idilər ki, servət imtihanında, qudrət imtihanında çıxmadılar və qəbul olmadılar. Pəs bunlar ayrı-ayrıdırlar. İnsan mümkündür, fəqridə imtihandan çıxa, mümkündür, servətdə çıxmaya. Adi şəraitdə imtihandan çıxa, qudrətə gələndən sonra, istola oturandan sonra mümkündür imtihandan çıxmaya. Zülmə, istismara, ayrı zatlara, ədalət əvəzinə əlata. Ona görə hər ikisi də insanda becərilməlidir, tərbiyə olunmalıdır. Bunlar insanda bir fidan şəklindədir, istedad şəklindədir və insan bunları özündən becərilməlidir. Ona görə dünya imtihan dünyasıdır. Geçmiş cələsələrdə də imtihanı izah eləmişəm. İmtihan nə deməkdir? İmtihan yetişmək deməkdir. İnsan hadisələrlə özünü yetişdirməlidir. Və izə cəəkəl-ləzīnə yu'minunə bi-ayatina fəqul selamun aleykum. Sonraki ayə buyurur ki, onlar ki mömindilər, gəldilər sənin yava, onlar ki bizim ayələrimizə iman gətiriblər. Sənin yanıva gəldilər, fəqul selamun aleykum. Onlara deyir ki, Allahın səlamı sizə. İndi bu qol selamun aleykum iki cür məna ola bilər. Bir budur ki, hətta Allah salam verir. Fəqol, bunu onlara de ki, mən onlara salam verirəm. Bir də budur ki, Peyğəmbər, sən özün onlara salam ver. Yəni, o kəslər ki, sənin ətrafındadılar, kasıblıq və fəqrilik və ayrı təbəqat ki, dünyada bölüblər, onlarla ölçmə məsələləri. Bundan ölç ki, yu'minunə bi ayatina, bizim ayələrimizə iman gətiriblər. Mühim budur ki, bizim nişanələrimizə iman gətiriblər ya gətiriblər. Quran bölmək ki, cəmiyyət eləyir, bu deyil ki, bu fəqirdir, qənidir. Bölməsi bu deyil. Bölməsi budur ki, bu mümindir, mümin deyil. Yu'minunə bi ayatina ya la yu'minunə bi ayatina. Allah-u Teala buyurur onlara salam ver. Bu salam ki Allah tərəfindən ola, yəni qəlbi sağlamlığı, yəni ruh sakitliği, Allahın rəhməti bunların qəlbinə və varlıqlarına. Ona görə Quranda biz görürük ki, salam Allah tərəfindən peyğəmbərlərə olubdur. Hətta bəzən şəhidlərə olubdur. Quran buyurur, salamun əla Nuh fil aləmin, salamun əla İbrahim. Bunlar hamısı salamdır ki, Allah tərəfindən insanlara, peyğəmbərlərə, awliyalara verilir. Və bu salamlar bəzən insanın əsas mərhələlərində də, necə ki, Hz. Yahyaya, Hz. İsa'ya Allah-u Teala salam verir. Selamun aleyh yevme vulid, yevme yemut, yevme yub'asu hayyen. Selam olsun buna. O gün içi anadan oldu. O gün içi dünyasını dəyişir. O gün içi qəbirdən məbus olacaq və diriləcəkdir və gələcək məhşərə. Bu salamlar bir növ rəhmət gətirməkdir o şəxsə. Bir növ o şəxsi o hadisələr, o zamanların vəhşətindən bir növ sakitlikdə saxlamaqdır və yu'minunə bi ayatina da bilənçidir. Onlara salam ver. Onlar bizim ayələrimizə imanları var. Diqqətli budur ki, Allahın iki cür ayəsi var. Bir, varlıqda Allahın ayələri var. Kullu
xilqət Allahın ayəsidir. İnsan özü də Allahın ayəsidir. Aləmdəki məxluqlar da, dağlarda, dənizdə, ulduzlarda, müxtəlif sahələrlə insan Allahın hikmətini görür, Allahın nəzmini görür, Allahın vahid qəyyumluğunu görür. Çünki bir vahid sistem ilə bir-birini təkmil eləyirlər. İnsan bu aləmə nə qədər diqqətli baxsa, görər ki, mükəmmildirlər bir-birinə, təkmil edicidirlər bir-birinə. Pəs bu aləm yaranış Allahın nişanəsidir. Bu bir ayə. Bir də onları ki Allah nazil eləyibdir proqram olaraq. Qur'an, səmavi kitablar, bunlar da ayatullahdır, Allahın ayələridir. Bunlar yu'minunə bi ayatillah. Həm Allahın ayələrinə yaranışda imanları var. Yəni yetişirlər maarifə, tövhidə, nübüvvətə, maada imanları var. Yəni buna yetişirlər. Çünki insan diqqətli olsa bu xilqətə yetişər çoxlu maarifə. Həm də Allahın göstərişlərinə, proqramlarına, yəni Allah deyən kimi yaşayırlar. Aləmi düzgün görürlər və düzgün də bu aləmdə yaşayırlar. Deyir, bunlara Peyğəmbər salam ver. Esselamu aleykum və rəhmətullah və bərəkət.